Çox hörmətli dinləyicilər, son vaxtlar Azərbaycanın müxtəlif rayonlarında şəhidin şəkillərinin sökülməsi ilə məşğuldurlar və bəhanə olaraq şəkillərin solmasını deyirlər. Şəkillər solubsa, şəkilləri zəhmət çəkib yeniləmək lazımdır. Bura Cəlilabad rayonudur. Gördüyünüz bu plakatlar, şəkillər Cəlilabad rayonunun Heydər prospektindədir, Cəlilabadın girəcəyindir. Uzuntəpə ərazisindədir. Bu məmurlar demişəm, bu soluşudur və yenisi ilə əvəz olundu. Ancaq sökülmədi. Çox gözəl alındı. Heç bu şəkilləri sökmək olarmı? Heç bu şəkilləri ləğv eləmək olarmı? Ən azından buna vicdansızlıq deyərlər. Bəli, Cəlilabad tarixən cənublular döyüşkən olub, şəhidinə, qazisinə qiymət verən olub. Ona görə də təşəkkür edirəm plakatları dəyişənlərə. Uzun ömür, can sağlığı arzulayıram. Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sağ olsunlar ki, bəli, hələ ki biz tərəfdə şəhidin şəkilləri qorunub saxlanılır. Allaha min şükür.